Salam dostlar, hər vaxtınız xeyirli olsun. Sizlərə çox gözəl, əla təmirli, möhtəşəm bir həyət evimizi təqdim edirəm. Təqdim etdiyim həyət evi başlanğıcından sonuna kimi yüksək keyfiyyətli təmir və tikinti materiallarından istifadə olunub. Belə bir gözəl, geniş dəhliz sahəsinə malikdir. Döşəmə hissəsi istipoldur. Evdə gözəl baxın, belə bir ikinci mərtəbə qalxan pilləkənləri, belə bir giriş hissəsi, pilləkənin alt hissəsində şkaf üçün yeri, sanuzel, yataq otağı, mətbəx və gözəl bir qonaq otağından ibarət olan birinci mərtəbəsi var. Baxın, bu evimizin belə bir gözəl qonaq otağıdır. Televizor üçün belə bir tvisten yığılıb, döşəməsi faskalı laminatdır. Kombi xətləri çəkilib, çölə baxan pəncərə, şəbəkə pəncərədir. Kombi, TV, konserin xətti hamısı çəkilib. Diqqətlə baxsaz, mən sizə evimizin çöl fasad görünüşünü təqdim edəcəm. Təqdim etdiyim həyət evi Masazır qəsəbəsində yerləşir və bu hissədə isə evimizin belə bir gözəl genişlikdə olan mətbəx sahəsi var. Mətbəxi də maşallah olsun, çox genişdir. Mətbəx, sanuzel, koridor ümumilikdə istipolla təchiz olunub. Evin böyük bir üstünlüyü nədir? Bütün pəncərələrin qayısı açıq. Evin dörd bir yanına keçməyi mümkündür. Hörmətli izləyicilərimiz, baxın, belə bir yataq otağı var. Və bu yataq otağından da mən sizə evin arxa hissəsindən təqdim edim. Arxasında da hardasa 2 metr boş sahəsi var. Sənədi kubçadır, qazı, suyu, işığı, kanalizasiyası, bütün kommunal xətləri daimidir. Birinci mərtəbədə yerləşən sanuzel. Gəlin indi isə keçək sizlərə evimizin həyətyanı sahəsini təqdim edim. Çox geniş bir həyətyanı sahəsi var. Baxın, burada besetka da yığdıra bilərsiniz. Burada gül üçün, ağac üçün yer ayrılıb. Kürsü hissələr ağlaydı. Həyət tam daşla üzlənib. Evin hündür zirzəmisi var. Yanına arxasına keçmək mümkündür. Fasad baxın belə gözəl bir kavançıq daşlarla üzlənib. Həyətyanı sahəsi çox genişdir. Bu qiymətdə olan evlərin içərisində ən böyük həyətyanı sahəsi olan evdir. Bir daha da qeyd edirəm. Bu qiymətdə olan evlərin içərisində ən böyük həyətyanı sahəsi olan evdir. 5 otaqdan ibarətdir. Küçəsi də çox gözəl bir küçədir. Baxın, küçəyə baxın. Hündür yerdədir. Marşrut baxın evdən hardasa 100-150 metr aşağıdan keçir. Masazır qəsəbəsi Akim Abbasov küçəsinə yaxın yerdədir. Yaxınlığında 569 nömrəli marşrut xətti, ailə market, oba market, 6 nömrəli məktəb və sair kimi vacibli bütün yaşayış obyektlərlə zəngin bir yerdədir. Evimiz yerdən deməli 3-6 daş, baxın kürsüdədir, daha doğrusu 7 daş kürsüdədir. Yanına arxasına keçmək olur. Bu evin axşam görünüşü də həqiqətən də çox gözəldir. Qiymət 132.000 manatdır. Dəyərli izləyicilərimiz, həqiqətən də çox gözəl, əla bir evdir. Evdə gələn bütün işlər, yəni usta nəzarəti altında aparılıb. Ev sahibi özü, yəni ustadır. Yəni özü üçün inşa edilmiş evdən də qat-qat üstün bir evdir. Mən sizə ilk öncə evin eyvan sahəsini təqdim edim. Eyvanı baxın genişdir. Belə bir geniş eyvan sahəsi var. Evin damına çıxmaq mümkündür. Sənədi kubçadır, bir daha da qeyd edirəm. Və burada da bizdə yataq otaqlardır. Birinci böyük yataq otağı. İkinci böyük yataq otağı. Təmir də açıq tonlu təmir materiallarından istifadə olunub. Kiçik yataq otağı. 5 otaqdan ibarətdir. Çox gözəl, əla təmirli, yüksək keyfiyyətlə inşa olunmuş həyət evimiz 132.000 manatla satışa çıxarılıb. Yəqin ki, qiymətdə gözəl bir indirim olacaq. Buyurub, zəng edib maraqlana bilərsiniz.